desən ki, 100 adamın qatili cəhənnəmə gedəcək, normal qəbul edir. Desən, imansız adam cəhənnəmə gedəcək, deyir, axı, niyə? Çünki imansızlığın pisliyini başa düşməyib. Deyir, niyə axı, niyə? Ağlına batmayıb da bunun. O ağlına batmayıb, nə səbəbdən batmayıb? Quran bunun nöqtənin üzərində deyanır ki, küfür mərəzdir, xəstəlikdir. Sağlam adam, normal adam, sağlam adam Allahı inkar edə bilməz. Bunu mən yaratmamışam, mən bunun fitrətini, bütün hüceyrələrini, bunun zərrə-zərrəsini imanla yoğurmuşam. Bu özünü nə günə qoyub ki, indi belə savadlı görkəm alıb, Allah əleyhinə dəlillər gətirir, biz də deyirik, hə də, fikir azadlığıdır, bunu da qane eləmədi. Etiqadi məsələləri, Quran qəlb məsələləri ilə əlaqələndirir, Quranın özünə məxsus yanaşması var. Bütün etiqadın qaynağı qəlbdir, mənəviyyatdır. Quran bu fikri qabardır. Bizim çoxumuz inanmırıq ki, niyə adam, başa düşə bilmirik ki, niyə adam bir şeyə inanmadığına görə cəhənnəmə getsin? Bu düşüncə böhranıdır. Bu düşüncə böhranı həll olunsa, cəmaatın mənəviyyatla münasibəti, imanla münasibəti, dinlə münasibəti düzələcək. Bu böhran həll olunmasa, insanlar imanına görə Allaha minnət qoyacaqlar. Bu böhran həll olunmasa, imansızlar imana gəlməyəcək. Çünki deyəcək ki, yaxşı adam olmaq üçün vacib deyil mömin olasan. Mən başqa alternativ yollar bilirəm. Onda iman bir qrup insanın yoluna çevriləcək. Məhdud sayda insanın. Biz imanın dəyərini bilməliyik. İslam tarixində bu xüsusi məsələdir. Deyir, cahiliyyət dövründə yaxşılar hamısı gəldi, müsəlman oldu. Cahiliyyət dövründə pis insanlar dinlə düşmən oldu. Şər adamlar. Şərafətlilər hamısı iman gətirdi. Hədis də var bu barədə. Ki, pislərimiz cahiliyyət